Hamımıza salam uşaqlar, necəsiz, nə varsınız? Uşaqlar, bugün sabah kariyerinin ikinci bölümündəyik. Ən axırıncı bölümü yəqin 2 həftə falan olardı atmışdım. Biraz da qripəm uşaqlar, səsimdə problem varsa. Nəysə başlayaq. Bu iki oyuncunu sataq elə birbaşa. Sənə 1000 əlavə vermirlər, səni sataq. Sənə 1000 versələr nələ olardı? Və sən də getdin. Bir də bu stoperi sataq. Zamin dönməyəklə oyunçumuz qalmayacaq. Və deməli heyətimiz belə bir vəziyyətə düşdü. İndi mən bir dənə əlimizdə olan büdcə ilə bir dənə araşdırma edeyim, gəlim görək necə bir oyunçu ala bilərik, heyətə qata bilərik. Və uşaqlar, defansif orta sahanı satdıq. Yerinə çox qəşəng bir oyunçu alacağıq. Bunu belə eləyək, belə. Və yəqin potensial da olar azdan çoxdan. Geldi komandamıza. Potansiyeli pis değil, var, en azından var. Bu da bizim defansif orta sahamız və 150k hardasa pulumuz qaldı. Bununla da antrenman seviyesini yükselteceğim. En az bir seviye yükseltdik. Bu sezonki heyətimiz belədir uşaqlar. Neyse keçiyorum da qalsın oynayaq hətta. Nəfəs araları vermək istəmirəm uşaqlar, yəni videonun izlənmə sürəsi baxımından. Ona görə belə tez-tez danışıram. Yəni tez-tez keçirəm buraları. Neysə uşaqlar, nəsə qeyri-adi bir şey olana qədər ya da sezon sonuna qədər, harda sezon ortasına qədər, neysə uşaqlar, özünüz bildiniz, simulyasiya eləyək. Və uşaqlar, iki oyuncumuza da Şamaxıdan təkliflər gəlib. Şamaxıya bu pul hardan olub, çox maraqlı gəldi nəsə. İkisini də satıram uşaqlar. Buna 100.000 artırmırlar. Getdi. Buna isə görə 10k belə artırmırlar. İki satışımız da oldu uşaqlar. Birinci transferi göstərim, ikinci transferi biraz fikirləşib eləyəcəm. İlk transferimiz Beşiktaşdandır. Ricardo. İnşallah potensiyalı olar və qəşəng potensiyalı var nisbətən. Böyle ikinci transfer olaraq kimi eləyə bilərik transfer. Və uşaqlar, ikinci transferi də sağ kanat eləyəcəm Parisdən. İbrahim adında bir oyuncunu. İnanmıram potensiyalı ola. Var imiş. Mən dedim belə ucuza potensiallı oyuncu tapa bilməliyik, amma var imiş potensiyalı. Əla. Göz uşaqlar, heyətimiz gücləndi nisbətən. Nəysə, keçək sezon sonuna. Və uşaqlar, artıq 4-3-3 oynayacağım. Bir də axırıncı elə bir ki kadrın üstündən hardasa bir 3 saat falan keçdi. Bir yerə getdim, gəldim. Yəni buradan davam edəcək video. Bir dənə demək istəyirəm ki, artıq 4-3-3 oynayacağıq. Nəysə, keçək sezon sonuna. Və uşaqlar, 8-də 1-də Neftçiyə uduruq. Yəni belə. Nəysə. Və uşaqlar, büdcəyə 261.000 pul gəlir. Yəni xəbəriniz olsun istədim. Uşaqlar, gələn pulla da antrenman səviyyəsini 8-ə yüksəldirəm. Yəni, antrenman səviyyəsi mənə elə gəlir ki, çox önəmli bir şeydir. Gənc akademisindən daha önəmlidir. Və uşaqlar, sezonun son oyunundayıq. İstatistikalara baxırıq. Baxın özünüz uşaqlar istatistikalara. Və indi axırıncı oyunumuz Zirə ilə oynayaq, görə necə olur. Qələbə qazana bilərikmi? Bərabərə bitiririk və liqanın 4-cü bitiririk. Avropa kuboklarına gedirik. Daha doğrusu konferans liqasına. Keçək gələn sezona görə necə olur. Konferans liqasını deyəsən Atalanta qazandı. Avropa Juventus, Çempionlar Liqasını isə Barcelona qazanır. Buralar tez-tez keçir, nəsə kesim gəlim. Oyuncu ödüllərini görmək istəyənlər varsa Kylian Mbappe qızıl ayaqqabını alır. David Raya qızıl əlcəyi, Harry Kane də qızıl topu alır. Buralar belədir. Və keçdik uşaqlar gələcək sezona. Görək bu sezon transfer təklifləri falan necədir. Bir dənə yoldaşlıq oyununu oynayaq tez. Görək necə olur. Bu oyun 3-0 qələbə qazanırıq.
Və transfer təkliflərinə baxa görək. O sol fingerimizə möhtəşəm bir təklif gəlib. Və sağ cinahımıza da pis bir təklif gəlməyib. Qəşəng təkliflər gəlib. Sol bekimizin nəyə görə potensialı yox, amma sol wingerimizin də potensialı yox, amma möhtəşəm təkliflər gəlib. Bu təklifləri dəyərləndirəcəyik uşaqlar. Əgər nəsə transfer istədiyiniz oyunçu varsa yaza bilərsiniz yorumlara. Onsuz konferans liqasında da mübarizə aparacağıq. Yoxsa aparmırıq. Ayda 4-cü getmirdi konferans liqasına. Nəysə uşaqlar, konferans liqasına getmirmişik, amma gələn sezon 100% gedərik, çünki komandamızın səviyyəsi qalxacaq bu satışlardan sonra gələn transferlərlə də. Nəysə uşaqlar, sağ olun.